Şəfiq müəllim, müasir insan kimdir? Müasir insan öz ruhundan ayrı düşmüş, öz ürəyindən, öz həqiqi mahiyyətindən ayrı düşmüş, nətərsə möcüzəli bir şəkildə hələ ölməmiş bir varlıqdır. Çünki əslində insan öz qaynağından, öz ruhundan, öz ürəyindən ayrı düşəndə ölməlidir. Nətərsə bu hələ hərəkət nişanələri göstərir. Belə bir durumdadır müasir insan. Müasir insanı anlamaq üçün mütləq gərək biləsən ki, həqiqi insan nədir? Ümumiyyətlə insan nədir? Buna da hər kəsin öz yanaşması var təbii ki. Mənim yanaşmam biraz daha sadədir. Mən fikirləşirəm ki, məsələ əgər qəfəsdə yaşayan aslanı kim olduğunu anlamaq istəyirsənsə ki, onun bir xeyli dərəcədə pozuq bir psixologiyası var, travmatik psixologiyası var. Çünki bu heyvan qəfəs üçün yaradılmayıbdır. Bəli. Amma qəfəsdə böyüyüb yaşamış aslanı da anlamaq üçün mütləq azadlıqda yaşayan aslanın öyrənilməsindən sən gələ bilərsən hansısa bir fikrə. Və o açıdan məsələn insan necə idi bilmək üçün bəlkə də bir 10 min il əvvələ qayıtmaq lazımdır.